Zəmilərdə dairələr dünyanın ən sirli hadisələri arasındadır. Bunlar kənd təsərrüfatı sahələrində tapdalanmış bitkilərin yaratdığı müxtəlif həndəsi formalardır. Naxışlar mükəmməl şəkildə düzülmüşdür və mürəkkəb piktoqramlar yaradır. Onların ölçüləri müxtəlifdir. Kiçik və ya nəhəng ola bilər, yalnız təyyarədən tam görünür. Onlar 1970-ci illərdə İngiltərədə xeyli diqqət çəkməyə başladılar. 1972-ci ildə ölkənin cənubunda ay işığında bir gecədə bir UFO görmək ümidi ilə səmanı seyr edən iki şahid tarlanın çökməsində bir dairə əmələ gətirən otları gördülər. Bu sirli fenomenə maraq 1990-cı illərdə bir həddə çatdı. Bu cür piktoqramların əkinlərdə ən erkən qeydləri 17-ci əsrə aiddir. Zəmilərdə dairələrin mənşəyi ilə bağlı müxtəlif fərziyyələr irəli sürülmüşdür. Planetli sivilizasiyanın işi Mikrotornadolar, top ildırımı və maraqlı tərəflər tərəfindən saxtakarlıqlar. İngilislər David Chorley və Douglas Bowie 1991-ci ildə ilk əkin dairələrinin yaradıcıları olduqlarını etiraf etdilər. Onlar 1978-ci ildən bəri təxminən 250 piktoqram yaratdıqlarını iddia edirlər. Lakin bir çoxları bu heyrətamiz əkin dairələrinin sirli fenomeninin saxtakarlıq deyil, sirli qüvvələrdən gələn həll olunmamış mesajlar olduğuna inanmağa davam edirlər. Əkin dairələri yer kürəsindəki ən sirli hadisələr arasında 10-cu yerdədir.